آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. İnnehu hayrun nasirin ve mu'in. Allahumma veffikna fil ilmi ve'l amel salihin. Hakkı Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil ferəcəhum. Bəli, biz gəldik əhkamımız sulhə girməmişdən öncə bəhsimiz bizim şərikliyin hökmlərində idi. Onun axırında bir hissə qaldı ki, onu da inşallah sizin nəzərdə çatdırım. Sonra yeni bir hökmlərə, bəhslərə, məsələlərə girəcək. 745-ci məsələdə qeyd elədik ki, La yecuzu li ba'da şuraka at-tasarruf fi mal müştərək illa biridal baqi. Məsələn, fərz eləyək ki, 3 nəfər, 4 nəfərə şərik bir dənə bir şeydə, 3-4 nəfərə şərik olan bir şeydə nədir? Bizim icazəmiz yoxdur ki, digərlərinin izni olmadan, icazəsi olmadan, razılığı olmadan həmən o şəriklik malda təsərrüf edək. Təsərrüf etmə icazə yoxdur, gərək nədir? Digərləri də həmən o təsərrüfə icazə verməlidir, razı olmalıdırlar. Və mətə tələbə əhaduhumul qismə fə inkanət qismə rəddun. Bəli, bunlar da qeyd elədik ki, qismə özü bir neçə cürdür qismə var, fərz qismə var, rədd. Bəzi şeylər var, onu bölmək olur şəriklikdə, bəzi şeylər var ki, onları məsələn bölmək olmur və yaxud da onu böləndə zərər olacaqdı öz payını tələb edən şərikimizə. Misalı vurduq, məsələn, ev misalı kimi. Deyir, məsələn, fərz eləyək ki, birinci budur ki, şərikdilər. 2-3 şərik, 4 şərikdilər fərz eləyək. 2 dənə, 3 dənə maşındır. Və bu misalı bu cürlə biz vurmuşduq. 2 formada vurmuşduq. Demişdik ki, bir dəfə 2 maşını alıblar, 2 şərikini adama 750 qoyublar. Maşının biri 1 milyondur, biri 500 mindir. İndi biz dinarla deyirik. Məsələn, 10.000 manatdır, belə misal vurmuşduq. 5.000 manatdır. Bu bir dənə maşını verəcək ona, üstünə də 2500 verəcək ki, ta ki 7500 yazsın. Bir dəfə də gəlirik, deyirik ki, Təadil-i siham əldən miqdar minəlmə ilə bə'də hal liyuqadələr bə'dəl axar. Avkar müstəzmə ildarı. Məsələn, gəldi bu qardaş deyir ki, mən öz payımı istəyirəm. Baxırıq ki, biz 2-3 nəfərə bir dənə ev almışıq. Bunun payına düşən hissəsini biz kəsib verirsik, buna zərər olacaq axı. Bura hansı qapıdan girir? Misal vurur ya, bunlar hamısı misaldır, misalda ona elə vurur ki, hökm başa düşməsi zehnimiz yaxınlaşsın. Deyir, bu halda onda biz nə edəyək, vəzifəmiz nə olacaq? Deyir, bəli. Bir dəfə baxırıq məsələyə ki, biz eləyə bilərik ki, bunu məsələn bölə bilək. Biz bunu böləndə zərər verməyəcək şərikimizə. Heç bir şərik burada zərər görməyəcək. Bu halda bir də var ki, o zərər görəcək. Əgər zərər görsə, onda vacib deyir ki, digər şəriklər onun sözünü qəbul eləsin. Gəlib hökman deyir ki, yox, məsələn, bunu bu cür nə eləyək? Deyir ki, ay qardaş, sən deyirsən ki, evi bölək, bu evi bölməyimiz, biz də zərər eləyəcək, sən də zərər edəcəksən bu işdən. Bir sözlə, şərikin digər şəriklərdən ayrılmağını tələb etməsi, gətirib zərərləri çıxardarsa, onda vacib olmayacaq ki, digərləri onu eləsin, qəbul eləsin. Və illa, yox, əgər bunu bölməyimiz, heç bir zərər olmaz. Məsələn, fərz eləyək ki, 4 dənə şərikinə getmişik, 10 sot yer almışıq. Deyir, mən şərikdən ayrılmaq istəyirəm, öz payıma düşəni götürürəm. Bəli, qardaş, 2 sot yarımı ayrılıb verdik. Burada heç bir müşkül olmadı. Heç birimizə zərər olmadı. Onsa biz bunu 4 nəfərə almışdıq. Adama belə baxanda 2 sot yarım düşürdü. Və illa, yəni əgər birdən bölmək zərərlə gətirib çıxardılmarsa, onda nədir? Vacibə aleyhim zalikə. Vacib olacaq digər şəriklərinə ki, həmən o bir şərik ki, ayrılmaq istəyir, onun orada payını ayırıb versinlər. Və ləv tələbə əhaduhum bey'ma yətərəttəb alə qismətihi darar və yuqəssəmə thəmən təcib icabətuhu və yücbər aleyhil mumtəni'. Bəli, onun ki, indi axırıncı qism budur. Misal vurdu ki, evdir, bir dənə evdə şərikini almışıq, bunu bölmək istəyirəm ki, şəriklikdən çıxam. Bunun mənə bölüb otaqda, məsələn, fərz eləyək ki, 10 kvadrat mənə yer verəcəksiniz, mənə fayda verməz ki. Bu hallarda necə eləyək? Və yaxud da ki,
zərər eləyəcək. Evi bölsələr hamısı zərər eləyərlər də. Bu halda vəzifə nədir? Deyir ki, əgər 3-4 şəriklərdən biri, yəni bu 4 nəfərə aldıqları evdə öz payına düşən şəriklikdən çıxmaq istəyir və bunu həmən bunun evin özünü bölsək zərər eləyəcək. Onda bunu böləcəyik pula. İndi birdən bu halda vacibdir ya. Bu halda, bu axırıncı halda vacibdir. Biz neyniyək? Vacib olacaqdır ki, həmən o şərikimizin payına düşən pulunu verək. Birdən içimizdə şəriklərdən biri düşür ki, yox, bölmürək. Əvvəlcə şərik olmuşuq, axırdan şərik qalmalıyıq. Deyir, yox, bu halda bizə boynumuza düşün ki, 4 nəfər isə 4 nəfərdən biri razı deyil və biri də gəlib öz haqqını istəyir. Həmən o bir nəfər ki, razı deyir, bölməyə razı deyil və yaxud da pul verməyə razı deyil, deyir onda evin özündən bir hissəsi verək, bu da ona zərərli olacaq. Həmən bu razı olmayanları məcbur edəcək ki, razı olsun. Niyə? Çünki qeyd elədik ki, nədir? Burada zərər olacaq. Gəlib deyir ki, yaxşı, mən məsələn bu şəriklikdən çıxıram. Nə qədər qoymuşdu? Məsələn, fərci adama 20.000 manat qoymuşdu, 80.000 bir dənə ev almışdı. Deyir, indi mən ayrılıram sizlə. Nəsə narazılıq olub, hələ bunların işimiz yox. Ayrılma istəyəndə biz durub evi, məsələn, fərz eləyək ki, ev 80 kvadratdan, 70 kvadratdan ibarət ki, durub buna da deməyək ki, sənə 80 kvadrat, 20 kvadratdan verək, deyək, səndən raşoddur. Xeyr, belə onun zərərli olarsa və zərərli nədir? Bu halda digər şəriklərdən bir nəfər çıxıb desə ki, mən razı deyirəm ona pul şəklində verməyə, onda onu məcbur eləyəcək ki, sən yox, belə şey eləməginəcə bu şəriki elə biz razı salay və ona payına düşən pulu verək, o qalsın bizim özümüzə. Bu bizim nədir? Şəriklikdə olan hökmlər və məsələlər idi. Amma bundan sonra gəlib yetişdiyi əhkamu suluh, sülhün hökmlərinə. Biz sülh deyəndə, yəni iki nəfərin arasında sülh eləmək. Sülh nədir? Əs-sülhü və ət-təsalüm beynə şəxsin alə təmliki aynin, əv mənfəətin, əv alə isqatı deynin, əv haqqı bi'avadın maddin, əv məccana və lə yüştərət qovunhu məsbuqən bin nizam. Biz adətən öz ürfümüzdə sülh deyəndə hansısa iki nəfərin arasında əvvəlcədən nəsə bir müşkilləri vardı, gedirik onların arasında barışıq eləyirik, sülh eləyirik. O xeyr, bizim indi oxuduğumuz sülhün hökmlərində o cür nə deyir? Hökman deyir ki, əvvəlcə iki nəfərin arasında hansısa bir müşkil bir problem ola, o problemə görə bir-birlərindən sonra güzəştə gedərlər, belə deyək. Əslində sülh özü güzəştdir. Deyirik, sülh iki şəxsin arasında baş verən bir şeydir. Bu ola bilər ki, məsələn, bir insan hansısa bir əşyanın özünə malikdir. Məsələn, fərz eləyək ki, yoxsa bir mənfəətə malikdir. Gəlib deyir ki, mən səndən bıçağı istəyirəm, mən səndən və yaxud da ki, bu maşını istəyirəm, maşını ver mənə bir həftəlik, bunun müqabilində sənə məsələn filan qədər pul verərəm. Və yaxud da ki, indi bu öz arasında təsalüh edirlər, sülh edirlər, razılıq edirlər. Belə əsl yəni dedik də, sülhün mənasıdır ki, iki şəxsin öz arasında razılıq, özlərinin malik olduğu bir şeydə razılığa gedirlər. Deyirəm, maşın mənimdir, telefon mənimdir, mən bunu verirəm. Və yaxud da isqat o deyinin, birinin birinə borcu vardı, deyir ki, o sənin mənə verəcəyin var, onu sənin boyundan düşürtdü. İndi bu ola bilər ki, hansı bir maddiyyat müqabilində olsun. Məsələn, maşını vermişdi, bir həftə qaytaracaqdı, ola bilər. Məsələn, onun müqabilində mənə nə verəcəkdin? Demişdi, məsələn, sənə bir həftə müqabilində 500 manat verərəm. Deyir, məsələn, səndə olan o şey görmüşəm həyatçızda, yəni qəşəng qost görmüşəm, onu ver mənə, müsalih eləyək də, pul istəm. Və yaxud da, desin ki, sənin mənə nə qədər borcun var? Bu qədər borcun var. Deyir, hə, məsələn, o həyatda qəşəng, gözəl xoruz görmüşəm, ondan 2 dənə ver mənə, borc səndən istəmirəm. Müsalih eləyirlər. Bu bir dənə maddiyyat müqabilində ola bilər. Sülh iki şəxsin arasında maddiyyat müqabilində ola bilər. Elə belə maddiyyatsız da ola bilər. Elə məni dua eləyərsin. İndi mənəvi deyirəm. Mənəviyyat. Heç nə, səndən bir istəyəm ki, məni dua eləyərsən. Mənə verdiyin borcun ki vardı mənə, onun məsələn bağışladım sənə.
Məndən ki gəlib maşını götürmüşdün, bir həftəyə dedim 500 manat verəcəm, məni dua elərsən. O 500 manatı istəmirəm. Burada ağa da qeyd edəcək ola. Yüştəratukovun məsbuqan bin niza müsalihədə şərt deyir ki, hökmən nədir? Əvvəlcədən iki şəxsin arasında hansısa bir müşkül ola, sonra güzəştə gedərlər, sonra razılaşarlar, sonra məsələn sülh eləyərlər, barışarlar. Xeyr, heç də belə deyil. Bu bizim sülh hökmlərinin içində 746-cı və 1-ci məsələdir ki, sülhün tərifindedir və sülhdə nə baş verəcək? Bu mənfəətdə də ola bilir. Gəldi mənfəət. Mən maşını sənə vermişəm. Həmin maşının özünü mən onsuz da qaytaracaqsan da. Sadəcə maşınımı sürdüyü və görə istifadə elədiyi və görə bir həftənin müqabilində onun mənfəətindən ki, istifadə eləyirsən maşından, onu mənə sən nəsə verəcəksən, onu mən sənə bağışladım. Ya dedim ki, hansısa bir şey maddiyyatın müqabilində bağışlaya bilərəm. Belə hava da eləyə bilərəm. Maddiyatsız da ola bilər. Vurduğumuz misal kimi. Məsələn, həyatında bir dənə qoçu var, onu verməni, yox, bir dənə vücut mənə xoruz verəcəm və elə axır və s. Gəldi 747-ci məsələ. Yu'tabaru fil mutasalihayn el-buluğ vəl-aql vəl-ixtiyar vəl-qasd. Bəli, necə ki biz digər məsələlərdə qeyd eləmişdik ki, məsələn, şərhliyində öz şərti var idi. Onunla qabaq məsələn, neçə məsələlər oxumuşduq. Şərtlər vardı. O şərtlər yer belə burada da qeyd edilir. Ticarətin özündə olsun. Ağa deyir ki, müsalihədə həmən şərtlər keçərlidir. Yəni, iki şəxs ki, bir-birinlə sülh eləyəcəklər. Sülh edən şəxslər gərək birinci o yaşda olurlar ki, onlar həddi buluğa yetişərlər. Ağılları yerində ola, məzun olmuyor. Öz istəkləri ilə ola və qəsdlə ola. Kəma yu'tabaru في من تقتضي المصالحة أن يتصرف في ماله من الطرفين Allah yekunu mahzun aleyh. Bəli, həmçinin də bu iki şəxs ki var ha, bunlar istəyirlər ki, bir-biri ilə güzəştə getsinlər. O, həmən insanlar, o iki şəxsin səlahiyyəti olsun, təsərrüf eləyə bilsinlər öz mallarında. Öz mallarında təsərrüf eləyə bilsinlər. Hansı ki, bu məsələni dəfələrlə biz qeyd eləmişdik. Borc məsələlərini oxuyanda orada qeyd elədik, daha da geniş qeyd eləmişdik. Şimdi orada məsələlər ki var ki, məsələ Allah yekunu məhcuran aleyh. Min zalik li səfəhin. Məsələn, ola bilər ki, bir insan səfehdir. Səfeh insanda şəri icazə vermir ki, öz malı təsərrüf eləsin. Qadağa qoyulmuşdur ona. Əv fələsin. Yaxud da bir insandır, borclu bir insandır. O qədər insanlara borcu vardı, əlində malı vardı, o əlinə o mala vura bilməz. O malı artıq gətirib götürüb, bu borclu olduğu insanlar ki var, həmən o borclu olan insanlara paylayacaqlar. Bunları yəni dəfələrlə biz şərh eləmişik, qeyd eləmişik, bəyan eləmişik. İnşallah bu səfər də elə yenə də qısa da olsa bəyan elə. Bəli. Allah yekunu məhsun aleyhi min zalikli səfəyin əv fələsin. Bu da bizim 747-ci məsələ. 748-ci məsələ la yu'tabaru fissulh siğə xassə. Bəli. Sülh iki şəxsin ki arasında baş verəcək. Bu icma deyil, xüsusi bir dənə cümlə, xüsusi bir siğə olsun. Bəl yəkfi fihi kullu ləfzin əv fi'lin dal aleyh. Və işte kifayət ki, bütün o ləfzlər ki, həmən o ləfzlər, məsələn, dəlat eləyəcək sülhə və yaxud bütün o feillər ki, dəlat eləyəcək sülhə, bu kifayətdir. Və desin ki, mən sənə sülh elədim. Məsələn, o iki dənə həyatda olan vücud xoruzu ver mənə. Mən səndən istəmirəm. Bir həftəlik maşının müqabilində 500 manatı. Həmən o da dedi ki, həmən razıyam. Tutdu elə iki dənənin qıçlarını bağladı bu xoruzdan, atdı bunu maşınına. Bunlar məsələn, bu cür nə kifayət hökmən deyir ki, məsələn, xüsusən bu desin ki, yəni o ibarə ki vardı, siğə ki vardı, ondan istifadə olunsun, yox, hökmən deyir, aha deyir ki, bu ləfz də ola bilər, feillə də ola bilər. 749-cu məsələ la yu'tabar fi sulh al-ilm bil masalih bihi. Masalih bihi. فإذا اختلط مال أحد الشخصين بمال آخر جاز لهما أن يتصالحا على الشركة بالتساوي أو بالاختلاف. Yəni görəsən hökmandır ki,
sülh olunan əşyanın özündə, yəni sülhdə məsələn mənim elmim olmalıdır. Elm olmaq bir sözün şərtdir ki, mənim malım məsələn burada işarə elədi ağa burada. Mənim malım bilməyərəkdən qarışıb digərinin malına. Məsələn zeytun yağı idi. Ağzı açıq idi. Dağıldı, töküldü, vursun məsələn zeytunun çəlləyinin içinə. Deyir ki, ağa deyir, İza iqtalata malu əhadu şəxsin bimali axar. Bir insanın malı digərin malına qarışsa, bu indi mən zeytunu misal vurdum, bu ola bilər ki, pullar da bir-birinə qarışa bilər. Məsələn, biz yadımızda da şəriklikdə belə bir şey var idi. Bir insanın malı digərinin malına qarışsa, onu ayırt eləyə bilməsi, olurdu şərik. İndi burada müsalihə vardı. İndi o şəriklik bəzən olur ki, biri digərindən şərik olmaq istəmir. Bilməyərəkdən birinin buğdası qarışıb digərinin buğdasına, birinin yağı qarışıb digərinin yağına. Eləmək olar ki, bunun müsalihə yolu ilə həll olunsun. Belə bir fətva, belə bir hökm var. Deyir, bəli, elə bu 749-cu məsələ ondan danışır. Deyir ki, əgər birdən birinin malı digərinin malına qarışsa, bəli, bunlar qarışanın sonra şərik oldular. Eləyə bilərlər ki, caizdir bunlar üçün təsalüh eləsinlər bu şəriklikdə. Bu ya bir dəfə təsavi olacaq, bir dəfə ki, yox, bir ixtilaf. Deyər ki, sənin malın qarışan mənim malımı qarışıb yarı-yarıdır. Və yaxud da ki, 3-dən biri sənindir, 3-dən 2-si mənimdir. Kəma yəcüzlü əhədhüm ən yəsələhən, axı bir malın xarici müəyyən. Bu artıq sülh. Bunların ki, malı bir-birinə qarışdı, bunlar şərik oldular. Burada sülh eləyə bilərlər. Həmin o sülhü nədir? Hökman deyir, qarışan əşyanın özü ilə olsun. Eləyə bilərlər ki, məsələn, xaricdə olan başqa bir şeylə onu əvəz eləsinlər. O pul da ola bilər. Məsələn, fərz eləyək, dedik ki, 5 litr bunun zeytun yağı qarışıb mənim yağıma. Zeytun yağı neçə idi? 12 manata. İndi əlbəttə 12 manata indi biz burayla götürürük qiyməti. 60 manat elədi. Eləyə bilərəm mən 5 litr digərcə həmən o yağdan alan verəm. Ola bilər onun müqamında başqa bir şey verəm. Sülh eləyək. Ola bilər ki, onun müqamında elə hesablayam 60 manatı verəm. Mümkündür, bəli, icazəlidir. Yəcüzlü əhədihmən yətəsalihəl axar bimalin xariciyyin müəyyən və la yəfrıq fi zalika beynəma izə kanət təmyiz beynəl maliyyə mütəəzzirən və ma izə ləm yəkun mütəəzzirən. İndi biri sual verə bilər, deyər ki, bu məsələ ki vardı ya, icazəlidir. Bir insan sülh eləyəndə hesablasın, onun pulunu versin, sülh eləsinlər 2 nəfər arasında. Bu, o şeylərdədir ki, vurdığımız misal kimi. Məsələn, zeytun yağı qarışmışdı bir-birinə. Buğda-buğdaya qarışıb. Hansı ki, onu bir-birindən ayırdı eləmək mümkündür. Üzürlü də bunu ayırdı eləyə bilmirəm. Deyir, xeyr. Elə deyil. İstər üzürlü olsun, istər üzürsüz olsun. Ayırt eləmək mümkündür. Amma mən deyirəm ki, vaxtımızı aparmayaq. Nə qədərdir? Bu qədəri buyurcalı sülh eləyək. Deyir, bu halda icazəlidir. Deyir, bəli, icazəli. Ola bilər ki, məsələn, bir insanın gətirdiyi meyvələr qırmızı meyvə idi. Bir maşın gətirmişdi. İndi meyvələr fərz eləyək ki, maşında açıq tökülüb də, yeşiklərdə deyil. Gəldi bu ürünün, məsələn, birində qırmızı idi, ağ idi, qarışdı bir-birinə. Eləyə bilər, ayırt eləsinlər. Deyək, qarışıb da, nə qədər idi, bir maşındır, nə qədər bir, məsələn, onun pulu nə qədər idi, bu qədər. Deyir, razıləşdir, məsələn, deyir, 1000 manat, 900 manat verirəm, 950 manat verirəm, da elə sülh eləyək, bir daha neynəməyək, onu durub burada vaxt aparıb, ayırmayaq. Bu üzrə müsalihə icazəlidir. Deyir, bəli, istər. Elə qırmızı almaya qarışa, hərçinin öz malını götürə bilməyə. Və yaxud da ki, yox, rəngləri fərqlədiyinə görə eləyə bilərlər, hərçinin öz malını götürsün. Hər iki halda nədir? İcazəlidir ki, bu 2 nəfər bir-biri ilə sülh eləsinlər, güzəşdə etsinlər bir-birinə, razılaşsınlar bir sözlə. 750-ci məsələ İsqatul haqq əvəddeyn la yəhtacu ilə qabulin. İndi gəlib bir insan müsalihədə belə bir şey də vardır ki, mən öz haqqımdan keçirəm. Birinin mənə borcu vardı, bəyək qeyd elədim.
Mən o borcumdan keçirəm. Mənim yaxud da haqqım vardı. Bu şəriklik məsələsindədir ki, mənim haqqım vardı. Məsələn, şifa haqqı kimi deyirdim ki, mən Zeydlə şərikəm. Zeyd götürüb özünün payına düşən hissəsini satıb kimə? Bəkirə. İndi mən Bəkirlə bu şeydə şərik olmalı olacam da. Mənim haqqım var deyəcəm. O Bəkir ki müştəri idi ha, şərik. Mənim şərikimdən almışdı ya, şərikimin payına düşəni. Mənim haqqım vardı ki, gedəm neyniyəm? Aldığı nə qədər pul ödəmişdi, o pulu verəm, o Bəkirə, hamısı mənə qalsın. Bu mənim burada haqqımın adı nə idi? Deyirdi, haqqı şüfa'a. Deyir, bəli, bu haqqı şüfa'a deyil, isqatul haqq. O haqqınla keçir, isqat edir. Həmin o müqabildə olan insanın boyundan düşürdür. Deyir, mən haqqımdan keçirəm. O da bir insanın mənə borcu var idi, 100 manat, 200 manat. Ona neylədim? Bağışladım, haqqımdan keçdim. Bunun görəsən, ehtiyacı var ki, o müqabil tərəfdə olan insan desin ki, mən bu sülhü, bu müsalihəni qəbul elədim. Əslində bu müsalihə deyir, bağışdır, müsalihələ, bu borcdur və yaxud da şübhə haqqıdır. Ona görə o şəriklə misal vurdum. Deyir ki, müsalihə bu cür deyil. Müsalihədə bəli ehtiyac vardı. Amma mənə birinin borcu var, mənim özümdə deyirəm nədir? Öz-özlüyümdə deyirəm. Deyirəm ki, Zeydin ki mənə borcu vardı da görürəm ki, fəqir adamdır, çatdıra bilmir, verə bilmir. O borcuna bağışladı. Və yaxud o müştəri gəlib mənim şərikimdən o yer ki vardı, o ev ki vardı, hansısa bir əşya ki vardı. Şimdi biz şərikinə almışdım mən Zeyddən, Zeyd onu Bəkirə satmışdı. Satıb yox, mən haqqımdan keçdim. Deyir, burada ehtiyac yoxdur Bəkir üçün mən qəbul elədim. Ehtiyac yoxdur ki, məsələn, Xalidin mənə borcu vardı. Mən deyəndə ki, məsələn, haqqımdan keçdim, o borcu da istəmirəm. Xalid üçün mən bunu qəbul elədim. Deyir, bunu ehtiyac yoxdur. Hardadır bu? Bu, isqatul haqq. Mən haqqımdan keçəndə borc və haqqdan keçmə məsələsində layıqda silah qabilini. Amma müsalihə necə? Hansı bizim bəhsimiz müsalihənin hökmlərindən gedir. Deyir, müsalihə aleyh və ammal müsalihətu aleyh talabuddə fiyha minəl qabul. Yox, müsalihədə sən necə eləyə bilərsən ki, müqabil tərəf olmasın? Sən deyəsən ki, mən özümlə elə sülh edirəm. Deyir, yox, sülhdə iki tərəfin ikisinin razılığı lazımdır. Çünki sülhün öz tərəfindən biz nə dedik? Ət-təsalun beynə şəxseyn. İki şəxsin arasında gərək nə ola? Müqabilə bağlayırlar. İki şəxs arasında razılıq ola. İki şəxsin ikisi də bu sülhə imza atarlar, belə deyək. Burada da olmaz. Məsələn, deyəm ki, onun qırmızı alması, mənim ağ alma qarışıb, təqribən bu qədərdir, mən bu qədər ona pul verəm. Yoxdur da ki, ayrı bu qədər verəm. Onu özbaşına eləyə bilməzsən. Mütləq gərək müqabildə sülh elədiyin şəxs ki var ha, həmən o insanın özü qəbul eləyə sənin dediyi, bəlkə sənin dediyi şərtlərini o qəbul eləməyəcək. Ona görə də müsalihədən hökman hər iki tərəf gərək razılıq eləyə. 751-ci məsələ. لو علم المديون بمقدار الدين ولم يعلم به الدائن وصالحه بأقل منه لم يحل الزائد للمديون. Bəli, bir dənə borclu bir insandır və borc verən şəxsdir. Borc verən şəxs gəlib deyir ki, sənin ki mənə borcun var, 200 manat ver, da qalanını istəmirəm. Sülh eləyirlər və yaxud da ki, deyir ki, bu cihazı ver mənə, bu telefonu ver mənə, da səndən müsalihə eləyirəm. Ayrı, əgər birdən borclu olan şəxs borcun miqdarını bilə ki, nə qədərdir. Amma borc verən şəxs bilmir mən bu adama nə qədər borc vermişim. Bilmir, 500 manat bunu verəcəyi var mənə, 700 manat var, bilmir. Və gəlib deyir ki, məsələn, o borcun müqabilində mən sənə istəyirəm, sülh eləyəm, sən mənə filan cihazı ver və yaxud da ki, filan qədər pul verəcəyəm. Deyir, əgər borc verən şəxs bilməsə, amma borclu olan şəxs bilsə
Bu adamın mənə məsələn, mənim bu adama 700 manat borcum var. Bu da mənə qeyd edir ki, sən məsələn bu televizoru ver mənə. O televizorun qiyməti 300 manatdır. Ondan aşağıdır, borcumdan aşağıdır. Mənim ona olan borcumdan aşağı bir şeyi məndən istəyir ki, sülh eləyək. Və bu da razılaşır. Amma bir əqəllün minhu, borcumdan aşağı qiyməti mənə verir ha. O borc sahibinin xəbəri yoxdur nə qədər mənim ona verəcəyim var. Bu halda axı 700 manat mənim borcum vardı, 300 manatı televizor verdim, telefon verdim. 400 manatın aqibətini olacaq. Mənə halaldır. Adi ləm yəhillu zaidil mədyun. Yerdə qalan 300 manat ona halal olmayacaq. Niyə? Çünki borcu verən şəxs ki var ha, o borcun miqdarını bilmir. Bəlkə elə bilib ki 300 manatın onun müqabilində səndən o televizor istəyib. Amma borc alan şəxs bilir ki, mən 700 manat verəcəm, orada səsini çıxartmır. Niyə? Sərf eləyir axı. Baxanda axı dünyavi məsələndə, maddi məsələndə insana sərf edəndə bəzi insanlar gözün yumur. Amma çox təsirlər olsun da bilmir ki, onun digər tərəfdən şəri hökmünə baxanda o icazəli deyil. Əlbəttə icazəlidir. Ona halal olmayacaq. Hansı hissə halal olmayacaq? Artıq hissə halal olmayacaq. Sənin 700 manat borcun var. Onun müqabilində sənlə müsalihə ilə sülh eləyir. 300 manatı televizor istəyir. Dirhəm. İstisna var, deyir bəli. İlla ən ya'ləmə birida dain. İlla bəli, bu borclu olan şəxs ki var ha, 700 manat borcu var ha, bu bilir ki, borc verən şəxs razıdır buna. Borc verən şəxs razıdır. 700 manat da mənim buna borcum olsa, 1000 manat da borcum olsa, bir dənə bu televizoru götürməklə razıdır. İstəyir mənə müsalih eləsin. Deyir, bu istisnadır, onda halallar mənə. Bir dənə televizor verməklə də mənim boynuma 700 manat düşər. Ən ya'ləməl, yəni mədyun, birida dain, borc verən şəxsin razılığını biləşi bil müsalihə ilə. Hətta ləv alimə dain bir miqdarı deyinə ilə. Hətta nədir? Borc verən şəxs bir dəfə baxırıq məsələyə, borc verən şəxs bilir ki, mən aşağı istəyirəm. Yəni, onun mənə borcu çoxdur. Mən televizorun yarı qiymətidir. Ya, bu cür bilir. Yox, miqdarın nə qədər olduğunu da bilir. Bilir ki, 700 manat bu insanın. Zeydin mənə 700 manat borcu var. Mən heç ona deyirəm nədir? Yəni, bu televizor ver mənə. Və televizorun qiyməti 300 manatdır. Qoyub orada, yazıb üstündə 300 manat satır. Və yaxud da ki, bir dənə qoyunun qiyməti 300 manatdır. Bir dənə deyir ki, mən qoyun istəyirəm. Deyir, fərq eləməz. Burada hər iki halda əgər borclu olan şəxs bilirsə ki, borc aldığım insan razıdır bu müsalihəyə, yəni mənim ona verəcəyim çoxdur, onun müqabilində az bir əşya istəyir. Bunu bilsə ona halal olacaq və yaxud da ki, miqdarını bilir. Miqdarını daha da yaxşı. Borc verən şəxs miqdarı bilir və yenə baxmayaraq ki, miqdarı bilir deyə şey yoxdur. Mən öz haqqımdır, keçirəm, sənə müsalihə eləyirəm. Gətir, məsələn, bir dənə mənə o həyətində gördüyüm qostadan bir dənə verginə day, səndən raşadır. Bu bizim 751-ci məsələ. Amma 752-ci məsələyə gəldirsə, İzâ kana şəxsan likulli minhuma malun fi yedil axar. Bəli, bu məsələ biraz çoxdur, düzdür. Bizim burada 2 dəqiqə yaxın vaxtımız qalsa da, hələ ki yarım saat olmayıb, amma biz çalışırıq ki, nədir, vaxt yarım saatı keçməsin, yəni dinləyənlərə çox əziyyət olmasın, amma bu məsələyə girsə yarı qalacaq, elə ona görə də burada saxlayıram. Allah nəsib eləsə, gələn dərsdə 752-ci məsələni siz əzizlərin xidmətində olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.